İmam Həsən el-Basri'dən gözəl bir əsər var. Bunu qulağımızda sırğa etsək və yaxud da dəftərlərimizdə not tutub davamlı gözümüzün önündə bulundursaq, çox xeyir əldə etmiş olaraq Allah Taala'nın izni ilə. İmam Həsən el-Basri ən şərəfli və ən xeyirli tabeinlərdəndir. Bir nəfər gəlir deyir ki, ey imam, ən pis insanın kim olduğu haqqında mənə xəbər verə bilərsəm, ən əxlaqsız, ən əxlaq yoxsulu kimdir? İmam Həsən el-Basri buyurur ki, huwa ayyabun. Ən pis insan, ən əxlaqsız insan başqalarında davamlı eyib tutan, eyib axtaran insandır. Bəli, bugünkü gündə çevrədə bu cür insanları biz çox görürük. İşi, gücü davamlı şəkildə çevrəsində bir xəta axtarmaq, insanları qınamaq, insanları pisləmək, özündən başqa kimdənsə razı olmamaq, onu dinləyənlərdən, çevrəsindən başqa heç kimsədən razılığını bildirməmək. Bu, İmam Həsən el-Basri rahiməhullahın etdiyi nəsihətlərdən və şahid olduğu məsələlərdən biridir. Ona görə çirkin insan olmamaq üçün mütləq biz böyüklərimizin nəsihətinə qulaq verməmiz lazımdır. İnsanları haqlı yerə, haqsız yerə davamlı qınamaqdan, davamlı eyblərini axtarmaqdan, davamlı insanları pisləməkdən uzaq durmamız lazımdır. Və belə olduğun zaman